Dostlar, salam. Bədən çox vaxt problemi qəfil göstərmir. Əvvəlcə kiçik siqnallar verir. Və insanların ən çox göz ardı etdiyi siqnallardan biri də budur. Həmişə soyuq əllər. Bəzi insanlar yayda belə deyir. Əllərim buz kimidir. Kimisi bunu sadəcə hava ilə əlaqələndirir. Kimisi isə düşünür, qan dövranım zəifdir. Bəli, bəzən səbəb həqiqətən sadə olur. Amma problem ondadır ki, bəzən bədən bununla sizə daha ciddi bir şey deməyə çalışır. Çünki qan dövranı, hormon sistemi, stres, damarlar və hətta bəzi xəstəliklər belə ilk siqnallarını məhz əllərdə verə bilər. Əl təhlükəlisi nədir bilirsiniz? İnsan illərlə buna öyrəşir. Soyuq əllər normalı olur. Halbuki bədən bəzən çox əvvəldən xəbərdarlıq edir. Sadəcə problem budur ki, insan ağrı olmadığı üçün təhlükəni hiss etmir. Bugün çox vacib bir mövzudan danışacağıq. Əllər niyə həmişə soyuq olur? Hansı hallar normal sayılır və hansı vəziyyətlər artıq tibbi yoxlanış tələb edir? Bu videodan sonra siz ayıra biləcəksiniz. Hansı soyuqluq sadə qan dövranı reaksiyasıdır? Hansı hormon və damar problemlərinə bənzəyir? Və hansı siqnalları gözləmək olmaz? Mən doktor Azərəm. Gəlin başlayaq. Soyuq əl nə deməkdir? Əslində soyuq əl sadəcə temperatur məsələsi deyil. Bu çox vaxt həmin bölgəyə gedən qan axınının azalması ilə bağlıdır. Çünki əllərin isti qalması üçün daim yaxşı qan dövranı lazımdır. Əgər damarlar daralırsa, qan dövranı zəifləyirsə və ya bədən istiliyi qorumağa çalışırsa, əllər daha tez soymağa başlayır. Və maraqlı detal budur. Bədən ilk növbədə daxili orqanları qorumağa çalışır. Yəni ürək, beyin və həyati orqanlara qan göndərmək prioritet olur. Bu zaman əl və ayaqlar ikinci plana keçir. Nəticədə insanın əlləri buz kimi ola bilər. Amma vacib məsələ budur. Bu müvəqqətidir, yoxsa davamlı. Sadə səbəblərdən yaranan soyuq əllər. Bəzən səbəb doğrudan da təhlükəli olmur. Məsələn, soyuq hava, stres, həyəcan, yorğunluq və ya az hərəkətlilik. Stres zamanı bədən mübarizə və ya qaçış rejiminə keçir. Adrenalin artır, damarlar daralır. Nəticədə əl və ayaqlara gedən qan azalır. Buna görə bəzi insanlar həyəcanda əllərinin buz kimi olduğunu hiss edir. Başqa çox yayılmış səbəb. Uzun müddət hərəkətsiz qalmaq. Saatlarla kompüter qarşısında oturmaq, az hərəkət etmək və ya eyni vəziyyətdə qalmaq qan dövranını zəiflədə bilər. Və vacib detal. Bəzi insanlarda bədən quruluşuna görə də əllər daha tez soyuyur. Xüsusilə arıq insanlarda. Çünki dəri altı yağ qatı az olur və istilik daha tez itirilir. Bu tip soyuqluq adətən hərəkətlə azalır, isti mühitdə keçir və başqa ciddi simptomlarla birlikdə olmur. Qan azlığı və soyuq əllər. Bu çox vacib hissədir. Çünki bir çox insan bunu heç əlaqələndirmir. Əgər qanda hemoglobin azdısa, toxumalara oksigen daşınması zəifləyir. Nəticədə bədən yenə prioriteti həyati orqanlara verir. Əllər isə daha tez soymağa başlayır. Belə insanlarda başqa siqnallar da olur. Tez yorulma, baş gicəllənmə, solğunluq, nəfəs çatışmazlığı, ürək döyünmə və halsızlıq. Xüsusilə qadınlarda dəmir çatışmazlığı bu problemin çox yayılmış səbəblərindən biridir. Və problem ondadır ki, İnsan aylarla bunu sadəcə təzyiqim aşağıdır deyib keçir. Halbuki səbəb qan azlığı ola bilər. Qalxana bənzər vəzi və soyuq əllər. Bəzən problem qan dövranında yox, hormonlardadır. Əgər qalxana bənzər vəzi zəif işləyirsə, bədən metabolizmi yavaşlayır. İnsan tez üşüyür, yorğun olur, çəki artır, dəri quruyur və əllər daim soyuq qalır. Bu vəziyyət hipotiroidizm adlanır. Və çox insan bunu illərlə sadəcə mən üşüyən adamam deyib qəbul edir. Halbuki hormon balansı dəyişəndə bədən istilik istehsalını da düzgün idarə edə bilmir. Əgər soyuq əllərlə birlikdə yuxululuq, saç tökülməsi, unutqanlıq və enerji azalması varsa, qalxana bənzər vəzi də yoxlamaq lazımdır. Raynaud fenomeni nədir? Bu hissə çox maraqlıdır. Bəzi insanlarda soyuq və ya stres zamanı barmaqların rəngi dəyişir. Əvvəl ağarır, sonra göyərir, sonra isə qızarır və insan barmaqlarda keymə, sancma və ağrı hiss edə bilər.
Bu vəziyyət Raynaud fenomeni adlanır. Burada əsas problem kiçik damarların həddindən artıq spazma girməsidir. Yəni damarlar birdən daralır, qan axını azalır və barmaqlar sanki qan çatışmazlığı yaşayır. Bu vəziyyət bəzi insanlarda sadə ola bilər, amma bəzən autoimmün xəstəliklərlə də əlaqəli olur. Ona görə davamlı rəng dəyişməsi varsa, xüsusilə ağarma və göyərmə olursa, bunu göz ardı etmək olmaz. Siqaret və damarlar. Bir çox insan bunu bilmir. Siqaret təkcə ağciyərə zərər vermir. O damarlarda daraldır. Nikotin damar spazmını artırır. Nəticədə əl və ayaqlara gedən qan azalır. Buna görə siqaret çəkən insanlarda əllər daha tez soyuyur, damar problemləri artır və toxumaların qidalanması zəifləyir. Uzun müddətdə isə bu, damar sərtliyinə və ciddi qan dövranı problemlərinə səbəb ola bilər. Şəkər xəstəliyi və soyuq əllər. Diabet də bəzən bu problemin səbəbi ola bilər. Yüksək şəkər, damar və sinirlərə zərər verir. Nəticədə qan dövranı və hissiyyat pozula bilər. İnsan əllərdə keymə, karıncalanma, yanma və ya soyuqluq hiss edir. Xüsusilə gecələr bu hiss daha çox hiss oluna bilər. Və problem ondadır ki, bəzi insanlar bunu sadəcə qan dövranı zəifdir deyib keçir. Halbuki burada sinir sistemi də təsirlənmiş ola bilər. Stres və sinir sistemi. Bu hissə çox vacibdir. Çünki bəzən analizlər normal olur, amma insanın əlləri yenə soyuq qalır. Burada sinir sistemi ön plana çıxır. Xroniki stres zamanı bədən daim gərgin vəziyyətdə olur. Damarlar daha çox daralır, əzələlər sıxılır, qan dövranı dəyişir və insanın əlləri soyuq qalır. Belə insanlarda çox vaxt çiyin gərginliyi, ürək döyünmə, tez narahat olma və yuxu problemləri də olur. Yəni bəzən problem təkcə əllərdə deyil, sinir sisteminin ümumi yüklənməsindədir. Ən təhlükəli siqnallar hansılardır? Bu hissəni diqqətlə dinləyin. Əgər soyuq əllərlə birlikdə sinə ağrısı, nəfəs darlığı, barmaqlarda göyərmə, yaraların gec sağalması, güclü keymə və ya rəng dəyişməsi varsa, bu artıq ciddi siqnal ola bilər. Xüsusilə bir əl digərindən çox fərqlənirsə və ya birdən başlayan güclü soyuqluq varsa, damar problemi düşünülə bilər. Əgər əllərlə birlikdə ayaqlar da çox soyuqdursa və yeriyəndə ağrı yaranırsa, qan dövranı mütləq yoxlanmalıdır. Evdə nə kömək edə bilər? Birinci, hərəkət. Əzələlər işləyəndə damarlar qanı daha yaxşı dövr etdirir. İkinci, siqareti azaltmaq və ya tam dayandırmaq. Üçüncü, kifayət qədər su içmək. Dördüncü, uzun müddət eyni vəziyyətdə qalmamaq. Beşinci, normal yuxu və stres idarəsi. Və çox vacib detal. Əgər problem davamlıdırsa, sadəcə əl isitməklə kifayətlənməyin. Çünki bəzən səbəb daxildə olur. Ən çox yayılmış miflər. Birinci mif. Soyuq əl normaldır. Fikir vermək lazım deyil. Hər zaman yox. Davamlı və digər simptomlarla birlikdədirsə, araşdırmaq lazımdır. İkinci mif. Sadəcə qan dövranıdır. Bəzən hormon, qan azlığı, sinir sistemi və ya damar problemi də ola bilər. Üçüncü mif. Gənclərdə ciddi səbəb olmur. Bu da doğru deyil. Stres, Raynaud fenomeni və bəzi avtoimmun problemlər gənclərdə də görünə bilər. Dördüncü mif. Ağrı yoxdursa, təhlükəli deyil. Bir çox damar və sinir problemi uzun müddət ağrısız gedə bilər. Ən vacib nəticə. Bir şeyi unutmayın. Bədən çox nadir hallarda səbəbsiz siqnal verir. Soyuq əllər hər zaman təhlükəli deyil. Bəzən səbəb hava, stres, yorğunluq və ya sadə damar reaksiyasıdır. Amma problem davamlıdırsa və başqa simptomlarla birlikdə gedirsə, bu artıq diqqət tələb edir. Ən təhlükəli cümlə yenə budur. Öyrəşmişəm. İnsan bəzən siqnala o qədər alışır ki, onu normal hesab etməyə başlayır. Halbuki bədən sizə əvvəlcədən xəbərdarlıq edə bilər. Sadəcə onu dinləmək lazımdır. Mən Doktor Azərəm. Növbəti videoda isə çox vacib bir mövzudan danışacağıq. Siqaretin ən təhlükəli təsiri ağciyər deyil. Çünki siqaret bəzən insanın düşündüyündən daha səssiz və daha təhlükəli zərərlər verə bilər. Sağ olun, salamat qalın.